Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binəqə qəsəbəsində sağa gedən yoldan da, bir də Azərsun Panikdən yolundan, asfalt yoldan dostlar 100 metr məsafədə sizin üçün 4 sota yaxın belə bir şəxsi, kürsülü, padvalı, hündür, 3 otaqlı yaşayışlı, tam əşyalı bir evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Evimiz hündürdür, padvalla gördüğünüz kimi qəşəng hündürdür değerli dostlar. Her otağa da kodu var. Padvalın ışığına kimi var. Evin de ki dört bir tərəfi zaborda değil. Gazı, ışığı, suyu daimdir. Değerli dostlar. Bu hissəsi bağdır. Həyətimizdə söhbətkarımız da var. Hem qışlıqdır, hem yaylıqdır. Mətbəxdir. Oturmaq üçün yeridir. Qəşəng. Gələcəkdə kimsə istəsə basen də yarada bilər. Evimiz qəşəng hündürdür. Evimiz 11'in 11'ədir dostlar. Həqiqətən də çox gözəl, geniş otaqları var. Bu da evimizin digər yan hissəsidir. İndi keçəcəyik evin içindən də tanış edəcəm. Ondan sonra da videonun sonunda da qiymət deyiləcək. Daxil olacaq evin içi ilə də tanış edəcəm. Bu da evimizin belə bir gözəl balkon kimi yeridir. Evimiz koridor proyekt evdir. Patolokumuz qəşəng hündürdür dostlar. Tam təmirlidir. Gördüğünüz kimi tam əşyalıdır. Evdə nə görə deyilsizsə qalır dostlar. Sadəcə paltarlarını götürüb çıxacaqlar. Burada sağda geniş belə bir mətbəximiz var. Yəni bu mətbəxlə saysaq 4 otaq kimi sayılır dostlar. Yani çok qəşəng geniştir. Yani xaladenigi, televizoru ne görürsünüzsə qalır dostlar. Keçəcəyim diye yataq otaqlarla tanış edəcəm. Burada böyle bir geniş yataq otağımız var. Qapılarımız da qəşəng ağır qapılardır. Burada bizim ikinci yatağı otağımızdır. Yani uşaq otağıdır ama qəşəng genişdir dostlar. Bu hissədə bizim sanitar və sanuzelimizdir. Qəşəng hər bir şey qaydasında, duş kabinasında kimi hər bir şey yerindədir. Buradan da keçirik qonaq otağımıza. Qonaq otağımız da genişdir değerli dostlar. 4 tərəfi cüt daşla tikilmiş şəxsi evdir. Değerli dostlar, evimizin qiyməti 165.000 manata deyilir. Tam əşyalı, nə görürsünüzsə qalır. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.